Ya Əli, bu çəlimsiz qulu neçəyə almısan? Həzrət Əli 300 dinar deyə cavab verir. Səni alladıblar ya Əli. İmam Əli cavab verir ki, Əlini heç kim allada bilməz. Hansı ki, həmin qul Meysəm Təmmar idi. Bir neçə ildən sonra İmam Əli Meysəmin özündən soruşur. Meysəm, mənim yolumda iki seçim arasında qalsan, nə edərsən? Ya mənim sevgimlə dönməlisən, ya da qılıncla öldürülməlisən. Meysəm cavab verir ki, ya Əli, qılıncın itiliyinə səbr eləmək sənə qarşı dönməkdən daha asandır. Həmin şəxsin, Meysəmin bu sözünə, bu fikrinə İmam Əli müjdə verir ki, bir neçə ildən sonra vaxt olacaq ki, ruzisini yediyin, xurma ağacından asılacaqsan, mənə olan sevgivə görə dilin boynumun arxasından çıxarılacaq. Hal-hazırda gördüyümüz məzar həmin şəxsiyyətin, yəni xurma satan Meysəmin, Meysəm Təmmarın məzarıdır. Allah Taala Kufədə yerləşən Meysəm Təmmarın ziyarətgahını hər birimizə nəsib eləsin inşallah.